Ürək xəstəlikləri dünyada ölüm səbəbləri arasında ilk yerdədir. Xüsusilə də Şərqi Avropa və Orta Asiya ölkələrində. Statistika narahatlıq doğurur. Ürək qan damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra dünyada ikinci yerdədir. Dövlət Statistika Komitəsinin məlumatına görə ölkəmizdə ildə 30 mindən çox insan bu səbəbdən həyatını itirir. Kardioloqlar bu xəstəliyin cavanlaşdığını deyir. 2020-ci ilin əvvəllərində ürək xəstəliyi adətən 40 yaşın üzərində rast gəlirdiksə, artıq son vaxtlar artıq 30-40 yaş arası da ürək xəstəliklərinə, ürək qan damar sistemi xəstəliklərinə rast gəlirik. Ürək xəstəlikləri genetik olaraq, irsi olaraq keçən bir xəstəlikdir. Ailədə istər birinci dərəcəli qohum, istər ikinci dərəcəli qohum olanlarda cavan yaşlarda ölüm halları, xüsusən də ailədə bir neçə üzvdə varsa, mütləq şəkildə ildə bir dəfə ürəyin kardioloji check-up bir müayinəsi keçməlidir. Mütəxəssislər bildirirlər ki, bu yalnız tibbi yox, sosial problemdir. Qidalanma vərdişləri, həyat tərzi və urbanizasiya ürəyə birbaşa təsir edir. Əvvəllər bizim qidamız başqa idi, bizim həyat tərzimiz başqa idi. Amma son zamanlar sosium getdikcə şəhərə gəldikdən, urbanizasiya olduqdan fəaliyyət, iş, hərəkət ciddi şəkildə azalır. Və bu da onsuz da olan aterosklerozun ciddi şəkildə artmasına səbəb olur. Və əlbəttə ateroskleroz artdıqdan sonra yalnız ürək yox, ürək, beyin və digər orqanlarda olan bir problemləri ortaya çıxardır. Bundan da qaynaqlanan xəstələrin ya invalidizasiyasıdır, ya gənc ölümləridir. Ona görə də fiziki aktivliyi artırmaq, şəhərdə skuter və velosipeddən istifadə etmək tövsiyə olunur. Bununla yanaşı sağlam qidalanma da önəmli rol oynayır. Hazır paketlənmiş qidalardan, rafinə karbohidratdan, şəkərli qidalardan uzaq durmalıyıq. Orqanizmin maye ehtiyacını ödəmək də sağlam qidalanma prinsiplərinin əsaslarından biridir. Və sağlam boşqab biz tövsiyə edirik. Boşqabın yarısı mütləq tərəvəzlər olmalıdır. Çünki müasir insan 30-32 qram lif qəbul etməli olduğuna baxmayaraq, bu miqdar 8-10 qramdır ki, bu da əslində lifsiz qidalanma, liflərin az istifadə olunması da ürək-damar xəstəlikləri ehtimalını artırır. Ürək-damar xəstəliklərindən qorunmağın yollarından biri də stressdən uzaq olmaqdır. Çünki stress bir çox xəstəlikdə olduğu kimi ürək xəstəliklərində də əsas risk faktorudur. Onda deyək ki, 400-ə yaxın kardioloji xidmət icbari tibbi sığortanın təminatına daxildir və ötən il tibb müəssisələrində 36 mindən çox ürək damar əməliyyatı icra olunub. Elmira Seyfəddin qızı, Rüfət Əliyev, İTV Xəbər.